Bəli, dəyərli izləyicilərimiz, Şamaxıda məktəblərarası Milli Hakaton Olimpiyadasının seçim mərhələsi artıq yekunlaşdı və bizim artıq şagirdlərimiz bir-bir imtahandan çıxırlar. Biz yaxınlaşaq, onlarla həm söhbət olaq. Necəsiz? Yaxşı. Necə keçdi? Yaxşı. Yaxşı. Suallar necə idi? Belə də çətin də var, asan da var. Çətin də var da. İnanırsan ki, növbəti mərhələyə keçəcəksən? Bilmirəm. Özünə belə inamsızsan? Bəzi mövzularda hə, bəzi mövzularda yox. Amma mən sənə əmin eləyim ki, sənin şansın da yaxşı olacaq, özünə inan. Yaxşımı? Uğurlar. Sağ ol. Sağ ol. Və sizi tanıyaq. İsmail Bağaçiyev, Hansı məktəb? 2 nömrəli. Şamaxı şəhər 2 nömrəli. Bəli. Aha. Necə keçirsin ki? Normal, yaxşı. Aha. Suallar necə idi? Suallar da qaydasında normal idi. İnanırsan növbəti mərhələyə keçəcək. İnşallah. Kameramıza bax, özünə əminliyini ifadə et. Yəni mən qalib olacağam, özünə inanıram. Bəli, mən qalib olacağam. Əla, afərin sənə, uğurlar. Və bəli, gəlirlər bizim şagirdlərimiz. Yaxınlaşaq. Salam, sizi tanıyaq. Fatimə İskəndərova, Hansı məktəb? 2 nömrəli. 2 nömrəli. Necə keçdi imtahan? Yaxşı idi, pis deyildi. Suallar necə idi Fatimə? Asan idi, rahat idi. Bildiklərini. Bəli. 21 sualdan təxmini nə qədərinə düz cavab verirsən? Təxmini nə verdim də. Özün inanırsan ki, növbəti mərhələyə keçəcəksən, qalib olacaqsan. İnşallah. Uğurlar sənə. Sağ ol. Bəli, sizi tanıyaq. Adınız, soyadınız hansı məktəbdən gəlir? Məcudova Məryəm, 6 nömrə məktəbdə. Necə keçdi? Maraqlı idi, biraz da çətin idi. İnanırsan ki, növbəti məndə finalda görüşəcəyik səninlə. Yox. Bu qədər inamsız olmama məncə. Özünə inan, hər şeyində yaxşı olacağına inan, yaxşımı? Yaxşı. Uğurlar sənə. Sağ olun. Bəli, mən istəyirəm ki, vaxtaşırı olan həmsöhbət ol. Necəsiz? Çox sağ ol. Necə keçdi? Yaxşı keçdi. Həyecanlı idi. Bəli. Suallar necə idi? Suallar biraz çətin olsa da yaxşı idi. Yaxşı idi. Aha. Necə tanış olmuşdun bu hakatonla? Mən müəllimimiz başa salmışdı birinci. Eləmişdin. Bəli. İnanırsan ki, növbəti mərhələdə səninlə finalda görüşəcəyik. Mən ümid edirəm. Uğurlar sənə. Necəsən? Yaxşıyam, sağ olun. Siz necəsiz? Çox sağ ol. Necə keçdi? Yəni normal keçdi. Özümə güvənirəm müəllim. İnşallah yaxşı bir nəticə göstərəcəm və 3-cü tura da keçəcəm. İnşallah. Səni belə özünə əmin görəndə biz də yaxşı oluruq. Müəllim. Suallar necə idi? Suallar normal idi, amma bəziləri çətin idi, həyəcanlandırdı. Amma yəni, uğurla keçdik. Aha, kameramıza baxıb bax, o özünə inamını bir dənə ifadə et bizim üçün. Bilmirəm, indi çox da həyəcanlıyam doğrudan, amma Başa düşürəm. inanıram. İnanıram müəllim, inşallah 3-cü tura keçəcəm və uğurlu olacam. Afərin sənə. Bizə sənə inanırıq. Uğurlar. Necəsiz? Yaxşı, Necə keçdi? yaxşı keçdi. Adınız, soyadınız hansı məktəb? İsmailova Nuray, Şamaxı şəhər 9 saylı tam orta məktəb. Suallar necə idi Nuray? Asan idi, yaxşı idi. Özünə inanırsan ki, biz səninlə finalda görüşəcəyik. İnanıram. İnanırsan. Sənin adın nədir? Xədicə Babayeva 9 saylı tam orta məktəbdə. Necə keçdi? Yaxşı idi, Suallar necə idi? asan idi. Bəli. Xədicə, özünə inanırsan ki, qalib olacaq. İnanıram, inşallah qalib olaram. Xədicə, hakatonda iştirak səni nə qazandırdı? Yeni suallarla qarşılaşdıq və daha bacarıqlı olacağıma inanıram. Bəs sənə nə qazandırdı? Yeni dostlar qazandırdın. Başqa heç nə elə bu qədər. Suallarla tanış oldun, özünü sınadın. Bəli. Uğurlar sizə. Bizim şagirdlərimiz artıq imtahandan çıxırlar. 2 saat 30 dəqiqədir, 21 sualı onlar cavablandırmalı idilər və bir daha bütün şagirdlərimizə biz uğurlar arzu edirik. Məlumat üçün bildirim ki, Olimpiyadanın seçim mərhələsi 25 aprel tarixinə qədər davam edəcək. Bizdən sizə hələlik bu qədər, sağ olun.